Bilirsiniz, insanlar özünü yaxşı tanıdığını düşünür. Hətta deyərdim ki, elə çox vaxt da belə olur. Amma bəzən elə bir məqam gəlir ki, tanımadığımız bir insan və yaxud da həyatımızda o qədər də əhəmiyyəti olmayan birinin bir kəlməsi bizim ürəyimizə böyük bir dərd olur. Niyə? Çünki hər birimiz az ya da çox qəbul olunma ehtiyacı hiss edirik. Sevildiyimizi, təsdiq edildiyimizi, görüldüyümüzü eşitmək istəyirik. Bir nümunə üzərinə izah verməyə çalışacağam. Təsəvvür edin ki, bir rəsm çəkmisiniz. Mövzunu, orada istifadə etdiyiniz rəngləri seçmisiniz, özünüz qərar vermisiniz. Öz hisslərinizi, öz duyğularınızı o rəsmdə əks etdirmisiniz. Amma biri gəlir, deyir ki, pis deyil, amma o qədər də sanki uğurlu alınmayıb, o qədər də təsirli deyil. Və həmin o bir kəlmə, söz sizin tablonuzun tam mərkəzinə sanki qara bir ləkə kimi düşür. Bunun səbəbi bilirsiniz nədir? Çünki o deyilən söz sizin içinizdəki, içdən-içə hiss etdiyiniz o qorxuya rast gəlib. Görəsən doğrudanmı mən bu işdə yaxşıyam? Görəsən çəkdiyim bu rəsm həqiqətən insanların xoşuna gələcəkmi? Ona görə o qədər canınızı incidir. Amma sehirli məqam burasındadır ki, o rəsmi siz çəkmisiniz. Oradakı hisslərinizi, duyğularınızı sizin qədər heç kəs bilə bilməz. O rəsmlə nə izah etməyə çalışmısınız? Bunu ən yaxşı siz özünüz bilirsiniz. Ona görə də başqalarının fikri sizin üçün sadəcə bir fikir kimi qalsın. Qısacası onu demək istəyirəm ki, öz qəlbinizi başqalarının ağzından çıxan o kəlmələrə əmanət etməyin. Öz həyat hekayənizi, öz duyğularınızı, öz hisslərinizi sizin qədər heç kəs yaxşı bilə bilməz.